Xəzər dənizinin Azərbaycan sektorunda 2 giqavat gücündə külək elektrik stansiyası inşası planlaşdırılır. Bu, ölkədə dəniz üzərində həyata keçiriləcək ilk belə layihə olacaq. Hazırda Azərbaycanın bərpa olunan enerji potensialı 27 giqavat səviyyəsində qiymətləndirilir. Bunun təxminən 15.700 meqavatı yalnız külək enerjisinin payına düşür. Təkcə Xəzər dənizində isə 7 giqavatlıq külək enerjisi potensialı mövcuddur. Yeni layihə bu ehtiyatlardan 2 giqavatının istifadəsini nəzərdə tutur. Bu rəqəmlər Azərbaycanın təkcə enerji ixracatçısı kimi deyil, həm də yaşıl enerjinin regionda əsas təminatçısı olmağa hazır olduğunu göstərir. Beləliklə, dənizdə güclü və sabit küləklərdən istifadə etməklə yüksək səmərəliliklə elektrik enerjisi istehsal olunacaq. Bu isə həm texniki, həm də iqtisadi baxımdan səmərəli nəticələr vəd edir. Dənizdə bildiyiniz kimi Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının araşdırması göstərdiyi kimi 157 giqavat bizim potensialımız var. Bundan dayaz sulu hissədə təxminən 35 giqavat potensial mövcuddur. Hal-hazırda o potensialın reallaşdırılması üçün zəruri bir neçə istiqamətdə addımlar atılır. Bunlardan birincisi həmin su sahələrinin aidiyyəti qurumlarla razılaşdırılması və onların o həmin su obyektlərinin bərpa olunan enerji mənbələri ərazisi kimi elan olunmasıdır. İstehsal olunacaq elektrik enerjisinin əsas məqsədi isə Avropa bazarlarıdır. Bunun üçün Xəzər, Qaradəniz, Avropa Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın yaşıl enerjisini Avropaya çatdıracaq yeni marşrut formalaşdırılır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında razılaşdırılan bu marşrut üzrə 4 giqavat gücündə yaşıl enerjinin Avropaya ixracı nəzərdə tutulur. Avropa İttifaqının illik elektrik enerjisi tələbatı təxminən 3000 teravat saat təşkil edir. Əgər Xəzərdə yalnız 7-8 giqavat gücündə külək stansiyası qurulsa və bu stansiyalar ildə 3500 saat işləsə, bu təqribən 25-30 teravat saat enerji deməkdir. Bu isə Avropa bazarının 1%-dən bir qədər artıq hissəsini ödəyə bilər deməkdir. Əgər gələcəkdə bu rəqəm 20-30 giqavata çatarsa, Avropanın 10%-ə qədər yaşıl enerji tələbatını qarşılamaq mümkün olacaqdır. Bu çox ciddi göstəricidir və Azərbaycanın strateji mövqeyini möhkəmləndirir. Belə aydın olur ki, külək enerjisi layihəsi Azərbaycanı bərpa olunan enerji üzrə regional liderə və beynəlxalq bazarda mühüm oyunçuya çevrilməsinə imkan verəcək. Layihə həm də ölkəyə yeni texnologiyaların və xarici investorların axınına şərait yaradacaq. Çinarə Qambayeva, Çingiz Qəniyev, ASTV Xəbər.